Let's go. Herkese salam dostlar. Bugün de yepyeni bir videoda gelmişik. Bilirəm uzun vaxtdır video gəlmir. Bugünkü videomuzda Manchester United paketini açırıq dostlar. Biraz boğazım ağrıyır. Ola bilsin ki videoda bir müddətdən sonra özüm danışmayayım. Siz danışarsınız. Biz de düzəldərik. Neyse. Paket açılımlarımız olacaq yəqin ki ve bu paket açılımlarından da yani Epic çıxarmağa çalışacağıq. Ona görə səsim gəlməyə bilər yəni. Bu normal hal kimi qəbul edin. Növbəti videolarda inşallah yəni düzəldiyim zaman səs çıxardaram. Nə səs çıxardaram artıq o bilinmir amma səs çıxardarıq. Sırmaya çalışan bu at sonunda yakayı ele veriyor. Buradakı paketin içərisində Rio Ferdinand daha güclü və yaxşı bir oyuncu olduğunu onu çıxarsaq inşallah yaxşı olar. Bir epik belə çıxarsaq bəs edir. Çıxarda bilməsə canımız sağ olsun. Zaten epik çıxarmaq indiki texnologiya ilə biraz daha çətinləşdirə bilər. Bir poxa yaramır onsuz. Kampanya başladı. Sosyal şəbəkələrdə. Buyurun baxın. Herkese salam. 33 yaşım var. Real ve ciddi. Və rəngli bir kart gəlir. Bir müddətdən sonra artıq səsimi bağlayacağım. Yəni videonun axırına qədər artıq özünüz baxarsınız, həzz alarsınız. Kəsir həsrət görməyəndə qəlbim solur. Görəndə gözlərim onu ruhum bə. Çünki video atmağıma nə danışdım mən? Video atmamağımın da səbəbi dostlar, elə bilin ki, hər gün dərsə gedib gəlməli olan və buna görə evə gəldikdə dərs olur növbəti günün və onları etdiyim zamanda artıq vaxt qalmır ki, video çəkim. Ona görə videolar bir çətinliklə gəlir. Bugün vaxtım olduğu üçün bugün videonu yüklədim. Bilmirəm indi bunu sizə niyə görə dedim, nə mənası var, amma yəni dedim biləsiz ona görə. Bir şey ki zaretkamızda qutara, bizi hər də çıxarda bilməkdə. Yəni danışmayacağım dedim, amma inanın ki, desə videonun elə axırına qədər mən danışacağım. Açılım eləyəcək dostlar. Yəni inşallah da görək, bəlkə çıxartdıq. Bu arada dostlar, təzə Epic açılımda bu gələn ekranı mən nə bilim nəsə elə də bəyənmədim, bilmirəm niyə. Bəlkə siz bəyəndiniz, bilmirəm. Amma bu açılımlarda ümumiyyətlə mən çox da bəyənmirəm. Çünki nə gələcəyin bilmirsən, nə gələcəyin, həm də ki çox belə səhv bir şəkildə eləyiblər. Yəni nə bilim, mənə nəsə ləzzət eləmir. Ona görə. Buradan sonra da artıq Epic'in gəlmə, yəni möcüzədir elə bilin. Zaten coins'i qurtarmışıq. Konami belə yerlərdə yəni həqiqətən vermir. Ümumiyyətlə verməyə meyillidir. İki Epic gələcək deyəsən. Hə, 2 Epic gələcək. Bəlkə 3 oldu. Ferdinand. Ay be, Ferdinand neydi? Nəysə, 2 xiyar gəldi. 3-cü də gələcəkmi? Xeyr, 3-cü xiyar da gəlmir dostlar. Video belə, yəni videoya baxıb həzz ala bilərsiniz. Danışmayacağım dedim. Axıra qədər danışdım. Mən də bir cür insanam, o da bilinmir. Videomuz bu qədərdir. Videomuza like atıb kanalımıza da abunə olmağı unutmayın dostlar. Mən hamınızı çox sevirəm. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun dostlar.